Salam mənim əziz qardaşlarım, aslanlarım, şirlərim. Tənbəl insanlar diqqətlə qulaq asın. O halsızlıq, o yaşlı arvadlar var. Ay, dura bilməm, halım yoxdur. Falan yerə gəlsən, yox, halım yoxdur bugün. Nəsə falan bədənim ağrıyır. Belə insanlar var. Halım olmayan insanlar, tənbəl olan insanlar, nastrenisi olmayan insanlar. Halsızlıqdan, tənbəllikdən əziyyət çəkən insanlar istəyir uşaq olsun, istəyir böyük olsun. Görürsən uşağa desən, gəl bir dənə get çörək al. Yox, çörək alaram da. Tənbəl uşaqlar varsa, halsızlıqdan əziyyət çəkən insanlar varsa diqqətlə qulaq asın. Səhər yuxudan duranda bir stəkan su, mən krant su içirəm. Uşaqlarım da həmişə krant su içib. Də qaynadıb su içməmişik biz. Ay mənim qurt düşər, mikrob düşər, boş-boş şeydir. Qarnı açılar, nə olur? Biz krant suyunu öyrəşmişik. Neysə, bir stəkan su içirsiniz. Bir dənə mixey, qoy dilbin altına, get əlizi yüyünə. Gəldin, səhər yeməyi yedin, üstündən bir saat keçsin. Bir dənə boş stəkan götürürsünüz, içinə süt doldurursunuz. Sütün üstünə nə atırsınız? Mənim qaynanmış sütün içinə yarım çay qaşığı kakao qarışdırırsınız. Bir çay qaşığı bal qarışdırırsınız. Qarışdırın qardaşım, için. Bu ne deməkdir qardaşım? Fosfordur, kalsiyumdur. İnsan bədənində əziyyət çəkən insanlar, bax bu resept ona çox xeyirdir. Mən buna %100 cavab. Bir dənə yoxlayın. 3 gün üçün görün o halsız olan insanlar var. Necə gündüzə nasırı ilə başlayırsan. Səhər saat 8-də zavtraq elə, 9-da da bunu içkinə gör necə həvəslənirsən. Götür lapatkanı, düş torpağın üstünə. Halsız olan insanlar, bədən ağrılarından əziyyət çəkən insanlar ən çox da ki, bax bu dediyim maqneziumdur, fosfordur. Belə vitaminlərin çatışmamazlığından çox əziyyət çəkirlər. Bir yoxlayın, sonra yazın bu kommentə. Allah ölənlərə rəhmət edin. Uşaqlarda, böyüklərdə qurt varsa, qurtu bir həftəyə məhv eləyən məcumumuz da var. Övladı olmayan, faizi aşağı olan, cinsi zəifliklə əziyyət çəkənlər varsa, bu gözəl məcunlardan zakaz edə bilər. Prostatının dərmanıdır, xanımlarda yumurtalıq zəifliyini də aradan qaldırır. 70 yaşında kişinin də cinsi zəiflik problemini həll edir. Gedəbəy təmiz çiçək ballarına istəyənlərin nömrəmə zəng vursun. 055 939 54 77.